Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz coğrafiya fənnindən şərti işarələr haqqında olacaq. Planda obyektləri təsvir etmək üçün müxtəlif simvollardan istifadə edilir. Belə simvollar şərti işarə adlanır. Şərti işarələri adətən aid olduğu obyektin görüntüsünə bənzədirlər. Şərti işarələrin hər birinə görə obyektin yerini müəyyən etmək mümkündür. Biz şərti işarələri konturlu, xətti və miqyassız olmaqla 3 yerə bölməliyik. Konturlu şərti işarələr bəzən sahəvi də adlanır. Gəlin ilk öncə konturlu şərti işarələrin nə olduğuna baxaq. Yer səthində böyük sahəyə malik olan ərazilər kiçildilərək planda təsvir olunur. Planda müəyyən sahə tutan obyektlərin yer üzərindəki sahəsini hesablamaq olar. Məhz konturlu sahəvi şərti işarələr bizə böyük sahəyə malik olan əraziləri kiçildərək planda təsvir etməyə imkan yaradır. İndi gəlin diqqət edək, konturlu şərti işarələr hansılardır? Məsələn, meyvə bağı, üzüm bağı. Bu şərti işarələrin necə olduğuna da biz diqqət etməliyik. Çünki bəzən testlərdə bu tipli suallar düşür və biz həmin şərti işarənin hansı olduğunu bilməliyik. Həmçinin şəhərin planı, çəmənlik, kolluq, enli yarpaqlı meşə, qarışıq meşə, iynə yarpaqlı meşə. Meşələr ümumiyyətlə hər hansısa bir sahəni əhatə etdiyi üçün konturlu, yəni sahəvi şərti işarələr hesab edilir. Baxın, bu saydıqlarımız konturlu sahəvi şərti işarələrdir. Biz bu şərti işarələrin sahəsini hesablaya bilirik. Daha sonra xətti şərti işarələr gəlir. Yer səthində zolaq şəklində uzanan obyektlər planda xətti şərti işarələrlə təsvir olunur. Bu şərti işarələr ilə obyektin yalnız uzunluğunu təyin etmək olar. Artıq bunun tərifindən nə olduğu məlum olur. İndi gəlin nəzər salaq xətti şərti işarələrin nümunələrinə. Məsələn, şose yolu, çay, dəmir yolu, elektrik kabel xətləri. Bunlar hamısı xətti şərti işarələrdir. Həmçinin dövlətlərin sərhədləri, qala divarları, boru kəmərləri. Bunlar da xətti şərti işarələr hesab edilir. Və sonuncu miqyassız şərti işarələr. Məhəldə aydın seçilən bəzi obyektlər miqyassız şərti işarələrlə göstərilir. Miqyassız şərti işarələrin ölçüləri kiçik olsa da, bu işarələrlə obyektləri təsvir etmək vacibdir. Gəlin, miqyassız şərti işarələrin nümunələrinə diqqət edək. Məsələn, məktəb, yanacaq doldurma məntəqəsi, metal körpü, bulaq, külək dəyirmanı, həmçinin məscid, kilsə, körpülər, zavodlar, tək ağac və s. Bütün bunlar aid olacaq miqyassız şərti işarələrə. Dərsimiz bura qədər. Diqqətinizə görə təşəkkür edirəm.